Nəyə razı deyiləm? Bax, Bəli. indi siz belə bir fikir söylədiniz ki, TRIP layihəsi ilə bağlı heç Avropa istəyər ki, heç Amerika olmasın, özü gəlsin ora. Çünki Ermənistan Avropa İttifaqı yolunu seçir və s. o fonda. Amma məsələ ondadır ki, bu ABŞ-la Avropa İttifaqının münasibətlərində ki, bu və digər səviyyədə gərginliyə biz heç də qarşı durma konfrontasiya kimi baxmırıq. Bunlar müttəfiqdirlər. Və indi Evyanda bilirsiniz ki, böyle 7 ilin toplantısı keçirildi. Ayın 15-17-si iyun. Bax, bu İran ətrafındakı məlum bu proseslər fonunda Evyanda toplaşdılar. Kanada Ukrayna məsələsində də müttəfiqlik eləmədilər. Yox, indi fikir verirsiniz, indi İranla bağlı məsələlərdə fikir verirsiniz, Avropa İttifaqının xahişi odur ki, Avropa İttifaqından ayrılmaq istəyir ki, yaxşı İran məsələsində bu razılaşmalar, sonra minadan təmizləmə və s. məsələlərdə Avropa İttifaqı köməklik edəcək, deməli, ABŞ-a. Amma qarşılığında deyir ki, Ukrayna məsələsində siz gəlin bizim yanımızda olun, bizə köməklik eləyin, yanımızda olun. Və bu fonda, yəni bu yanında olmaq, bir-birini dəstəkləmək, maraqların üst-üstə düşmə məqamlarını tapanda TRIP layihəsi ilə bağlı bir də gördünüz ki, Vaşinqton, Brüssel arasındakı dediyiniz bu uyğunsuzluq əksinə bir uyğunluqla əvəz olundu. Yaxşı, Avropa ilə bağlı mənlə razı deyilsiniz. Rusiya, İran, bu dəqiqə Rusiya necə ki, Alyaska görüşündən sonra dişini qıcadı. Yəqin ki, elə G7-dən də heç bir nəticə əldə olunmadı. NATO-nun da İstanbul samiti, Ankara samitinin heç də nəticə əldə olunmayacaq. O daha da güclənəcək. İran da buradan məsələni həll elədi. Oturub danışacaqlar. Amma neft qiyməti düşsə ki, düşməyə başlayır. Sentyabrda da Rusiyada Duma seçkiləri yeri gəlir. Fikrimi yekunlaşdırmadım. Bax, indi dediyiniz məsələlərlə bağlı, bax, TRIP layihəsinə düzdür ki, risklər var. Yəni, təbii ki, var. Riski nəzərə almamağın özü riskdir. Ancaq eyni zamanda fərqində olanın ki, Birləşmiş Ştatlarla İran artıq müəyyən kompromisə getmək istəyir. Müəyyən razılaşma əldə etmək istəyir. Və doğrudan da 300 milyard vəsait də qoyulanda biz görəcəyik ki, Vaşinqton-Tehran münasibətində müəyyən ilıqlaşma, yumşalma elementləri, hətta o 25 milyard dollar aktivlərin ilkin mərhələdə qaytarılması kimi söhbətlər gedir. Orada belə bir müddəa da var ki, Amerika ətrafda olan bazalarını çıxardacaqdır. Doğrudur mu? Yox, o söhbət yoxdur. Amerika Birləşmiş Ştatlarının bir 50 minə yaxın qoşunu gəlib bu hadisələrlə bağlı. Onların geri çəkilməsindən söhbət yox. Onda deyəcək, TRIP mənə çox yaxındır, oradan çıxın. Yox, məsələ ondadır ki, Amerika heç bir bazasını oradan bağlamır. Çıxarmır. Amerika Birləşmiş Ştatları əksinə siz fikir verəcəksiniz, daha çox qazanacaq ki, daha çox silah satsın. Amma nə baş verə biləcək? Bircə dəqiqə reklamdan sonra olar mı deyəsin nə baş verəcək? İndi reklam vaxtıdır. Elman müəllim, reklam öncəsi fikrini mən saxladım ki, onu indi davam elətdirsin. Buyurun. Yəni, biraz bax, pessimistlər var, həm də optimistlər var. Pessimistlər hesab edirlər ki, bu müharibədə İran öz mövqələrini qoruyub saxlaya bildi və özünü qalib elan edir. Belə olan vəziyyətdə TRIP layihəsinin həyata keçirilməsi məsələlərində onun deməli, mane olmaq potensialı daha böyükdür, o daha iddialı olacaq və s. Bir qrup belə hesab edir. Başqa bir mövqeyə görə isə əksinə, Birləşmiş Ştatlarla İran tarixi bir sənədə imza atırsa və hətta nə qədər qərbə də səslənsə belə beynəlxalq hüquqa zidd gəlir, gəlmir, BMT Təhlükəsizlik Şurasından ona garantiya alırsa, bu ABŞ və İran münasibətlərində görünməmiş hadisədir. Və belə olan vəziyyətdə münasibətlərdə istiləşmə baş verir və üstə gəldi ABŞ dağıdılmış o ərazilərin bərpası ilə də bağlı fond yaradılır və hər şey yaxşı gedir və belə olan vəziyyətdə TRIP layihəsi də anti-İran daha ola bilmir. Çünki artıq ABŞ və İran dil tapıblar, orta mövqeyə gələ biliblər, bir-birinə daha düşmən gözünə baxmırlar. Əksinə son hadisələr fonunda və sülh müqaviləsinin 60 gündən sonra bağlanması fonunda TRIP layihəsinin reallaşması üzrə yaşıl işıq yanır. İndi bu yanaşmalardan hansı üstünlüyü təşkil edəcək? Bu başqa bir sualdır. Siz hansının tərəfindəsiniz? Amma mənim yanaşmam belədir ki, yəni əgər 47 ildir bir-birinə düşmən gözü ilə baxan dövlətlər fundamental məsələdə, xüsusilə nüvə məsələsində orta mövqeyə gəlir və İran da deyir ki, daha bundan sonra nüvə silahına malik olmayacağım, öhdəliyi götürür və onun çox ciddi mexanizminə tabi olur MAQD tərəfdən. Belə olan vəziyyətdə bu unikal bir imkanlar pəncərəsinin açılması deməkdir və nəticədə TRIP layihəsidir, bu iqtisadi bir layihədir, bu hərbi layihə deyil. Onun reallaşdırılmasına İranın mane olma məsələsi gündəmdən çıxır. Mən yəni ikinci versiyanı müdafiə edirəm.